Gəlin təlaş mətninə baxaq. Təlaş mətnin 37-ci sualında görək nə deyir? Deyir ki, hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Burada pisə sahib olmaqdansa yaxşını gözləmək sərfəlidir, uyğun deyil mətnə. Çalışmaq, həyat düşünmək isə işıqdır, xeyr. Lovğalıq insanların qəlbindəki bütün yaxşılıqları yox edən güclü zəhərdir. Burada lovğalıqdan söhbət getmirdi. Təhlükəni heçə saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Bəli, bu uyğundur. Mətnə 4. Bir də cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. 4, 5, bəli, 37-də olur cavabımız C variantı. C. Deməli belə. 38-ə baxırıq. 38-də deyir ki, mətndə əvvəlində işarə qoyulmuş hansı ifadələr doğru verilib də, üçbucağın altdan görək özünü itirmiş sözüdür. Buna uyğun olanları buradan götürəcəyik. Sonra kvadrat da acığı tutdusa, bu ifadəyə də uyğun olanları kvadratın altından götürəcəyik. Uyğunluq doğru istədiyinə görə düzləri götürməliyik. Məcazi mənadadır. Bəli, çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Bəli, bir doğru. Həqiqi mənada deyil, ona görə ikiləri tullayırsınız. Özündən çıxmaq ifadəsi deyil, ona görə üçü tulluyursunuz. Kvadratda acığı tutmaq, yəni həqiqi mənada deyil, bu da məcazidir. 4-ü də buradan atırıq. Məcazi mənadadır, cin atına minmək, yəni əsəbləşmək mənasındadır. Uyğun gəlir 1, 5. Belə, 38-də deməli cavabımız 1-5 Y variantı. Baxırıq 39-a. Mətnə aid plan bəndi hesab edilə bilməz. Bax, hesab edilə bilməz deyilsə, yəni götürə bilmərik. Ananın yalvarışları uyğun gəlir. Ona görə bunu çıxırıq. Plan bəndi ola bilər. Axı, orada ana yalvarırdı mətndə. Balaca qızın çarəsizliyi. Bəli, balaca qız axı quyudaydı, çarəsiz vəziyyətdə idi də. Ona görə buradan bu ikini də çıxırıq. Sonra ağır yaralanan Lalə, burada ağır yaralanmağından söhbət getmirdi, 3-ü götürdük. Mənzərin xəcaləti bəli var idi. Hikmətin tərəddüdü, bir şey tərəddüd eləyirdi ki, yox gedim, yox getməyim. Belə bir şeydən söhbət getmirdi. O tərəddüd etmədən getdi, kömək elədi. Deməli 3-5, cavab 37-də olacaqdı. A variantı. Daha doğrusu 37. Məndə elə bir ki, başqa B variantının kitabçasına baxıram. Amma əlimdə bu hal-hazırda indi çəkdiyim D variantının, yəni test kitabçasında deməli cavab uyğun gələcək 3-5 hardadır? Y variantında. 39-da elə bir olur Y variantı. Sonra 40-a baxırıq. Mətndə altından xətt çəkilmiş sözlər hansı cümlələrdə kontekstdəki mənada işlənmişdir? Baxaq. Deməli, altından xətt çəkilən sözlər işləyən, mədəndə işləyən. Buna uyğun gəlir. Tarlada qızmar gün altında işləmək 2 və bir də qoltuqların altından bağlamaq. Yəni iplə bağlamaqdan söhbət gedir də. Bu da 5-ə uyğun gəlir. 2-5. 2-5 də hardadır? 40-da olur. B variantı burada düzdür. Sonra 41-də əvvəlinə rəqəm qoyulmuş hansı cümlələr mətndən çıxarılsa mətnin məzmununa xələl gəlməz. Deməli, burada görək nə deyir? Yazıcı əsərdəki həm müsbət, həm də mənfi surətlə diqqətlə işləmişdir. Baxaq görək. Bir dəqiqə qoy, buranı silim. Aha, 41, bu 40-cı sualın idi. Biz 41-ə baxırıq. Çünki 40-ın cavabını dedik. 41-də burada əvvəlinə rəqəm qoyulmuş hansı cümlələr? Balaca Hikmət köhnə bir quyunun yanında adamların toplaşdığını görüb dedi. Biz bunu cümlədən çıxarsaq, mətnə xələl gələr. Ona görə çıxartmırıq. Sonra 2-yə baxırıq. Xoşbəxtlikdən quyu dar deyil. Bu, yəni dərin deyil. Bu, mətnin çıxarılsa məzmununa xələl gələcəkdir. Yəni, uşaq digər məsəl üçün variantlarda, indi əlimdə kitabçaları var, onlara baxaram. O uyğun deyil, ha, uşaqlar, yəni xələl gəlməz. Burada heç bir məna ifadə eləmir. Biz buradan 2-ni nağdı götürürük. 2-ni götürürük. Çünki 2 olar. Yəni xələl gəlməz burada. Sonra
Əvvəlində rəqəm qoymuş başqa cümlələrini digər oxuyaq. 3-ü oxuyaq. Mətndə işləyən cavan bir fəhlə quyuya kəndir salladı. Quyuya baxa-baxa dedi. Aha, bu xələl gələr. Bunu da yəni çıxırıq. Bizə gəlməz lazımdır. Mənzərin acığı tutdusa da bir söz demədi. Biz bunu çıxarsaq xələl gəlməyəcək. Çünki mənzərin əvvəldə də əsəbləşdiyini onsuz da görmüşdük biz. 2, 4. Sizin cavabınızdır. Bu da hansı variantdadır? D variantında. PDF-dən oxuyuram deyə. Suallar gah belə gedir, gah elə. Cavab oldu D variantı. 41-də cavab olur D. Sonra baxırıq digərinə. 42-yə. Mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyən eləyin. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif eləyir. Bəli, biri doğru, bir doğrudur götürdük. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur. Xeyr, əksinə qoymurdu onu. Hikmət cəsarət və balaca qızı xilas etmək insanlar tərəfindən rəğbətlə qarşılanır. Hikmətin cəsarəti və balaca qızı xilas etməsi, bəli, rəğbətlə qarşılandı. 3-ü götürdük. Mənzər adamların minnətdarlıq dolu sözlərindən pərt olur. Bəli, axırda deyir xəcalət çəkirdi. Deməli 1, 3, 4-ü götürdük. Oldu cavab D variantı. Bu D variantı, B variantı kitabçasında 42-də də olacaqdı 1, 3, 4. Cavab C. Düzdür. Bütün kitabçaları qarşımıza yığmışıq. Aha, 43-ə baxırıq. D doğrunun altdan doğru, yanlışın altdan yanlışları götürəcək. Deməli 42-də C-dir, sonra 43-də də doğrunun altdan doğru, yanlışın altdan yanlış götürəcək. Videonu dayandırmışdım deyə təzədən qayıtdım. Aha, mənzər hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Bu düzdür. Lalənin anasının çarəsizliyini başa düşən mənzər xeyr, bunu başa düşmürdü. 2-ni çıxdıq. Bu 2 yanlışın altdan yazılmalıydı. Cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti mənzəri qəzəbləndirir. Xeyr, bu yanlış bir fikirdir. Deməli 1-i 3-ü götürdük. Quyunun ağzının ensiz olması cavan fəhlənin ora düşməsinə mane törədirdi. Bu doğrudur. Doğrunun altdan yazmalıydılar. 1-3-dür cavab. Bu da hansı variantdadır? Bəli, D variantında. 43-də cavab oldu D variantı. Sonra digərinə baxırıq. Bir dəqiqə. Mətnə əsasən cədvəldəki nəticələrin doğru səbəblərini müəyyən eləyin deyir. 44-də baxaq. Hansı səbəblərin doğru olduğunu götür. Mənzərin qəzəblənməsinin səbəbi nə idi? Hikmətin Laləni xilas etmək üçün quyuya düşmək istəməsi. Deməli 3 düzdür. Lalənin anasının mənzərə təşəkkür etməsinin səbəbi nə idi? Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütməsi. 3, 4. 3, 4, bəli. Burada A variantıdır cavab. Açıq suallarında inşallah ki, cavabları çıxanda yoxlayarsınız uşaqlar.